Yenə bunu başdan ayağa izah eləyim. Digərlərinə səhvlərinizə baxaram olar. 2021-ci ili. Amma atacam onların izahını elə bu gün atacam. Gecikdirməyəcəm. Elektron hökumət layihəsində vətəndaşlar üçün əsas üstünlüklər hansılardır? Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması, vətəndaşlar üçün üstünlük axtarırıq millilə. Ümumiyyətlə, bu tip suallarda vətəndaş üçün üstünlük axtarırsınızsa, cümlədə vətəndaş sözünün olmasına diqqət edirsiniz. Vətəndaş da sizsiniz də, düzdür? Biz dövlət idarəçiliyində fəal iştirak edirik də, düzdür? Bu nədir? Üstünlükdür də hökumət varlığının. Sonra, informasiya tələbatının dolğun ödənilməsində rahatlıq. Bu, vətəndaşla bağlıdırmı, yoxsa deyilmi? Bəli, bizə yetərincə informasiyanı dolğun neynirlər? Rahat çatdırırlar deyək. Effektiv, şəffaf, nəzarəti oluna bilən dövlət idarəetmələri bərpa olunması bu vətəndaşın işidir. Vətəndaşa verilən bir şeydir. Bu dövlət idarəetmələri ilə bağlıdır. Büdcəyə qənaət edilməsi, dövlətin xidmətlərinin göstərilməsi, bu da dövlətlə bağlı olan hissədir. Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanları əldə etməsi. Bu, bilirsiniz, nədir? Xüsusi insanlar ki, var, yeriyə bilmirlər və s. və ilə axır. Həmin o insanlara asan xidmət falan gedir, yerindəcə xidmət göstərir də. Yəni, artıq onlar asan xidmətə gəlmirlər. Birbaşa elə bil ki, dövlət orqanları onların yanına gedir. Bax, budur. Onda beşincidə Güzel, gəlirəm də sırayla. baxanım. Hə. Sualda alta verirəm. Hə. Vətəndaşlar da müddətə ərzə qənaət edirlər. Asan xidmətə getməyə yerinə tutacaq online işlərini həll edirlər, offline var. Bu, bax, budur da. İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq. Artıq biz elektron formada həll elədiyimizə görə. Bildim də, sənin o dediyin üçə aiddir. Büdcə vəsaitlərinin qənaət edilməsi. Sən dövlətdə büdcə eynidir, sən onlayn da xidmət alsan, həmin rüsumu ödəyirsən, gedib yerində də alsan, o rüsum dəyişmir heç. Neysə. Slayda hansı obyekti əlavə etdikdə layout lentabı yaranır. Təbii ki, table'da, bəli, cədvəldə həm layout, həm də ki, dizayn lentabı yaranır. Excel'də yadda saxlanılan sənəd necə adlanır? Book 1, yəni kitab 1 adı altında. Word'də bu document 1-dir. PowerPoint'da presentation 1-dir. Access-də nədir? Database 1 adı altında olur. Gənclər, əslində bizim düsturumuz həcm bərabərdir, A vurulsun, B vurulsun, N-dən də. Burada bizdə rəng çalarından söhbət getdiyinə görə N-dən söhbət gedir. Bilmirəm, mənim rəng çalarım nə qədərdir, amma onu mən 1,5 dəfə azaltmışam. Onu 1,5 dəfə nə eləmişəm? Azaltmışam. Azaltdıqdan sonra işləmədim. Neçə almışam? Rəng çaları. N-dən söhbət gedirsə, bu 256 neçədir? 8-dir. 8. Deməli, mənim N-im nə qədər olacaq? 12 və rəng çaların sonda soruşduğuna görə 12-ni qaldıracam 2-nin qüvvətinə, eləyəcək nə qədər? 4096. Düzdür? Drag and drop texnologiyası hansıdır, ay millət? Yəni, sürükləyərək yerin dəyişdirilməsidir. Bax, bu adlanır. Nə drag and drop texnologiyası? Biz əgər bunu kontrolla basılı saxlasaq, nə baş verəcək? Həm kopyasını yaradacaq. Məsələn, cavablarda kontrolla daha çox səhv edənləriniz var. Kopyasını yaradır. Yəni, bu həm özü qalır burada, həm də bir başqası yerdə yaranır. Yəni, bu drag and drop texnologiyası deyil. Amma shift-dən istifadə etsək, bax. Gətirib shift-dən istifadə edirəm və mouse'un sol düyməsi ilə move to əmri gerçəkləşir. Yəni, neyini? Yerini dəyişir. Bax, shift-ə. Oldu. Sürükləyərək yerini dəyişdirməsi. Deməli, bu hansı klaviatura düyməsidir? Oldu. Shift. Sonra, ASCII kodu verilib bizə. Bilirsiniz ki, ASCII kodunda böyük və kiçik hərf arasında nə qədərdir? 32-dir də, düzdür. Buradan bizə nəyi soruşur? A simvolu. Kiçik A-nın, baxın, heç mən onu bilmirəm 32 olduğunu, amma böyük set və kiçik set verir. Böyük setdən kiçik setə nə qədər artım baş verib? 32 artıb ki, 122 almışıq. Deməli, mənim böyük A-mın qiyməti bilmirəm nə qədərdir, amma üzərinə 32 gəldiyim zaman neçə almışam? 97 almışam və kiçik A-nı almışam. Deməli, 97-dən 32-sini çıxdığım zaman böyük A-nı alacam da, düzdür.
Neçə eləyəcək bu da? 65 el. Necə? Öğretsen yüksek. Sən orada 32 əlifbaya görə götürdün, Z'dən 32 çıxdın 90-dan. Əlsən şey, 96-lısın. Burada Böyük və kiçik. Bax, böyüklə sənə 2 dənəsinin arasında verməyib. Sən onda baxmalıydın ki, Y-dirsə bu da şey də yoxdur, B də yoxdur. 65. 65-i də nəyə çevirəcək? 16-lığa çevirəcək. 16-lığa çevirəndə nəyə böləcək? 16-ya böləcək. Neçə dəfə yerləşir? 4 dəfə 16-nın 64. Burada da 1. Nə verəcək bizə? 41. Böyük hərf və kiçik hərf arasında burada baxıram, fərqə baxıram. 32 tətbiqi proqramlara aiddir. Əməliyyat örtükü tətbiqidir. Yox, hara aiddir? Sistem proqram təminatına, üzrə sistemin baza hissəsinə. Sistem baza. Optimallaşdırmanı təmin edən proqramlar yenə sistem proqram təminatına aiddir. Sistem proqram təminatının harasına? Servis hissəsinə. Web brauzerlər aiddir tətbiqi. İnteqrallaşdırılmış paketlər də bu Word, Excel, PowerPoint hamısı bir yer. Microsoft Office paketi. Cavabımız oldu nə? 3-4. Halqanın əsas xüsusiyyəti nədir? Halqa hansı idi? Bax, belə bir hissə idi. Buralarda da nə baş verir? Komitələr yerləşir. Əsas xüsusiyyəti nədir? Bir istiqamətli və qapalı rabitə kanalı. Sonra, klaviaturada nə baş verir? Hara doğru eləyir? Sətrin əvvəlinin haradadır bu cavab? B variantında, sətrin əvvəl. Kontrolla olanda, bəli. Aşağıdakılardan hansı xarici yaddaşlar hansılardır? HDD-dir, FDD-dir, tutmanın 1,44 MB-dir, flash kartlardır, SSD-dir, hal-hazırda günümüzdə ən sürətli. Bunun əsas funksiyası nədir? Nə etmək üçündür? İnformasiyanı uzun müddət saxlamaq üçündür. C variantı. Tam ekran boyunca açmaq üçün, vaxt budur. Tam ekran boyunca açmaq üçün nədən istifadə edirəm? Üzərinə gəlirəm və daxil edirəm. Cavab nə olacaq elə? 4. 37 qalsın aşağılar, sonra baxaram ən sonunda. 38-ə baxaq, çünki onun hesablanması uzun sürəcək. 37-ni almışsınız doğru cavabı. Baxaram mənim. Bizə deyir ki, belə bir şey verib, insert verib, converted to text table veribsə, deməli nəyə çevirəcək bu şeyi? Mətni nəyə çevirəcək? Cədvələ çevirəcək. Deyir ki, mətni cədvələ çevirir. Özdə yazıb, görürsünüz. Sonra alınan cədvəlin neçə sütunun aşağıdakı cədvəllə eyni olacaq. Yəni, mən özümdən bunu yaratmalıyam. Sonra baxmalıyam ki, bu cədvəlin bu cədvəl arasında fərq nədir? Ay millət, bilirsiniz ki, ulduz nədir? Bunlar arasında qoyulub da, yəni ki, hər bir xananı ayırmaq üçündür. Neçə dənə mənim xanam var yuxarıda? Yəni, sütunumuz neçə dənədir? 1, 2, 3, 4, 5. Düzdür? 5. Burada bizdə var ad, sonra yaş, ünvan, fən və qiymət. Əslində, bu yuxarı sütunlar ödəyir. Sonra, bu aşağıya baxıram. Deməli, Rasim, sonra Lalə, sonra Aytən, sonra Səyid və qutardı. Oldu. Rasimin 25 yaşı var, Ağdamlıdır və informatikadan nə alıb? Sütun üzrə dediyinə görə, gəlin bu istiqamətdə hamısını düzüm, o cür baxaq olar. Sonra Lalədə nə baş verir? Boşluqdur, yoxdur. Aytənin 19 yaşı var və Səidin də 23 yaşı var. Görürsünüz, yaş hissəsi uyğun oldu. Yaş 25, boşluq 19, 23. Bu sütun doğrudur. Ada baxaq görək. Ad, Rasim, Lalə. Burada Aytən, Rasimdən sonra nə olmalıydı? Lalə olmalıdır. Bu sütun doğru deyil. Sonra keçirəm üçüncüyə. Ünvan, Ağdam, sonra Bakı, Şuşa və Ağsu. Ünvan. Ağdamdan başlamışam, amma burada nədir? Bakı ilə başlayıb. Səhvdir. Fən, informatika, metodika, məntiq, boşluq. İnformatika, metodika, sonra məntiq və boşluq. Fən, informatika, metodika, amma burada nə yazılıb? Məntiq. Bu da onda səhvdir. Qiymətlərə baxırıq. 3 alıb, 5 alıb, 4 alıb və 5 alıb. 3 alıb, 5 alıb, 4 alıb və 5 alıb. Deməli, bizim neçə dənə sütunumuz uyğundur? 2 dənəsi uyğundur. Yerdə qalan 3 dənəsi uyğun deyil. Oldu? Sonra çıxış qurğularını göstərin.
Çıxış printer nədir? Çıxışdır. Skaner girişdir. Səs kolonkası çıxışdır. Klaviatura giriş, plotter çıxışdır. Web kamera giriş, proyektor çıxışdır. TV tuner həm giriş, həm çıxışdır. İncamız nə olacaq? Y variantı. Sənəddə seçilmiş fraqmenti gizlətmək üçün hansı? Yadınızdadır bu seçilmiş fraqment sənəddə. Deməli, ümumi sınaq 5 açaq. Sənədim budur, millət. Seçilmiş hissəni gəlin buradan götürüm. Seçilmiş hissəni nə edirəm? Font lentabından Haydi əmri vasitəsilə nə edə bilirəm? Gizlədə bilirəm. Gizlətdim. Təzədən geri qaytarmaq üçün paragrafda show hide düyməsi var. Bunun üzərinə vurduğumuz zaman seçilmiş hissə nə olur? Geri qaytar. Təzədən həmin hissəni seçməliyəm və təzədən fonta daxil olub Haydi əmrin deaktiv etməliyəm və OK basmalıyam ki, bu nə olsun? Geri qaytsın. Sonra show hide'da deaktiv edirəm və bağlayıram. Burada nəsə məndə səhvlik oldu. 4-5. Harasa getdim. Bir dəqiqə şu hal edeyim. İndi geri qaytarmamışam, ay millət. Deməli, fontdan Haydi əmrin daxil edib, OK basıb, geri qaytarırıq və təzədən. Deməli, cavabımız nə olacaq? Haradan elədik? Gizlətmək üçün fontdan istifadə edirik. Geri qaytarmaq istəsəydik, gizlətilmiş mətni hansı lentabından gizlətmək üçün home'dur, fontdan istifadə edirik. Gizlətməyi göstərmək üçün paragrafdan. Şəklin ölçüsünü dəyişmək üçün hansı üsuldan istifadə etmək olar? Excel'də nədən istifadə edirsin? Hardadır? Sağ sol düyməsini. Elə biz bütün fərq yox box proqramlarında şəklin ölçüsünü dəyişmək üçün üzərinə vurub kliklədiyimiz zaman dəyişim. Slaydları gizlətmək hansı lentabıdır? Daxil oluruq, bir dənə slide PowerPoint açırıq. PowerPoint. Millət. PowerPoint-a daxil olduq. Presentation 1. Neyse, belə bir presentationımız var. Slideshow-da burada hide əmri var. Hide əmri üzərinə vurduğumuz zaman nə olur? Üzərinə belə bir xətt çəkilir. Biz bilirik ki, bunlar nə olub? Gizlədilmiş olub. Deməli, PX Setup'dan, lent qrupundan, bax, əsas lent tabımız slideshow. Setup lent qrupu hide slaytdan istifadə edirik. Deməli, cavabımız nə olacaq? Bizdən deyir ki, hansı lent tabından istifadə etmək olar? Tab dediyinə görə slideshow. Neyman arxitekturasına aid olanları seçin. Hesab məntiq qrupusu, sonra Neyman arxitekturasına hansılar aiddir? Daxil etmə, xarici yaddaş qrupuları, bir də hesab məntiq. Cavab oldu 2, 4, 5. Verilənlər üzərində yerinə yetirilən əməliyyatları seçin. Hansı əməliyyatları yerinə yetirə bilirik? Access-də biz. Hesabi, sonra müqayisə edə bilirik. Məntiqi, bir də xüsusi. 1, 3, 4, 6. 1, 3, 4, 6 cavab yox, daim Hə, var. Gözlərim görmüyor benim. Kocaman olmuş gözlərim. 30 səhifəlik bir sənədim var. Bu maksimum səhifədir də, yadınızdadır. 22-ci səhifəsindəyəm hazırda və qotu pəncərəsini eləyib, üzərinə plus 10 gəlsəm hansı səhifəyə düşəcəm? 32 eləyir, amma mənim 32 səhifəm yoxdur. Maksimum səhifə onun üçündür ki, məni dayandırsın. Desin ki, sənin dayana biləcəyin nöqtə var. Bu nöqtədən mütləq dayanmalısan. Bəli, elə ki, həddimi bildirir ki, deyir 30-dan tərəfə keçmə. Harada olacaqcağımız orada? Relyasiya modelləri haqqında hansı düzgün olanları bir seçin. Millət. Kortej bir və ya bir neçə atributu. Kortej nədir bizdə? Sətirdir, düzdür? Başqa sətrini adlandırırıq. Yazı. Açar mahiyyəti xarakterizə edən xassədir. Nisbət kortej adlanan elementlər çoxluğudur. Düzdür bu? Verilənlərin tipi domendəki elementlərin qiymətinin tipidir. Domen nədir? Sahə nədir? Bütün. Nisbətin sxemi cədvəlin sütun başlığı. Sütun başlığı nədir bala? Atribut. Deməli, doğru cavablarımız hansı oldu? 3, 4. Necə? Nisbətin gücü və nisbətin qüvvət var. Sən bəlkə ona görə qarşılayırsan. 47-ci suala baxaq. Millət, sakitləşək. Diqqətiniz məndə olsun. Qəbula düşəcək suallarınız. 128 səhifəli bir
Kitabım var. Bunun cüt səhifə. 128-dən neçə dənə cüt var, bilərsiniz siz. 64 dənə cüt səhifəmiz var və bu cüt səhifələrdə şəkil var. Şəkil də 1024 dənə nöqtə yuxarıdır, 768 nöqtə aşağı enidir və 48 dənə də nəyi var? Rəng çaları. Eni axtaranda 48 rəng çalarında 48-dən sonra gələn 2-nin qüvvətinə baxırıq. Neçə bit olacaq? Bir nöqtənin yaddaşda tutduğu bit 6 bitdir. 6 bit. Və 6 bitdən cavabı megabaytla istəyirdim. Bölürəm nəyə? Bitdən megabayta keçəndə 223-ə. 216, 216 vurulsun. 768-i parçalayanda nəyə vurursun? 512'den 356. 256 vurulsun 3 olmalıdır. Səhv etmirəmsə 768. 208 vurulsun 3 vurulsun 6. Bölünsün 223-ə. 16 ilə 8 neçə eləyir? 24. İxtisarlar getdi. Burada bir dənə 2 qaldı. 2-ni 3-ə vuranda 6, 6-nı da 6-ya vuranda 36 megabayt burada. Digər səhifə o deməkdir ki, qalan 28-in 64-ün istifadə etmişsiniz. Yerdə nə qədəri qaldı? 64. 64 səhifəm var, 64 sətrim var və 128 simvolum var. Harda yığılıb bu? Unicode-da deyil. Bir an hissədə versəm. Yoxla. Aha. Nəysə. Davam edirik. Və bunu da təzədən çeviririk nəyə? Millət. Byte, megabayta. Byte-da megabayta keçəndə də nəyə bölürsünüz? 2 üstü 20-yə bölürsünüz. 6, 6, 12. 12 ilə 7 neçə eləyəcək? Üstünə də 2 gələndə 20. 220-ni 220-yə böləndə də nə alırıq? 1 megabayt. Sonda bu 1 megabaytla 36 megabaytı toplayırıq. 36 üstə gəlsin 1. Bu da elədi 37 megabayt. Oldu? Böyle işte. Böyle işler. Harda qaldın da etdiyim. Cədvəldə D4 xanasına deyir ki, qiymətini tap. O verdə bilirsiniz də nədir? Qüvvəti yüksəltməkdir. Deyir ki, burada. Aha. Kontiv, kont saymaq deməkdir, amma kontiv şərt daxilində saxlayır. A1-dən başlayacaq, harda bitəcək? D3-də, D3. D3-də buradır millət. Bax, buranı işarəliyirdik, xatırlayırsınız. Özümüz üçün diz, bucaqlı şəkildə buranı götürdük. 2-dən kiçikləri nə edirik? Sayırıq. 1 tane, 2 tane, 3 tane, 4 tane, 5 dənə, 6 dənə. Bura nə verdi? Bax, bura bizə 6. A2-nin qiyməti nədir? 2. Bu verdə 2 üstü 6 bizə nə verəcək? 64. Dayan bala, dayan. Hələ 13-14 var. Doğru mülahizələri göstərin. Telefonu bəzən gəlir. Şəbəkə resurslardan istifadə edən tərəf server, təmin edən tərəf klientdir, tərsi nədir? İstifadə edən klientdir, təmin edən serverdir. Doğrunu axtarır. Şlüz daxili və xarici olmaqla 2 yerə bölünür. Bəli. İnternetə ADSL qoşulma zamanı telefon məşğul olmur. Düzdür. MAC 6 bayt 6 dəfədə 8 neçə eləyir? 48 bitdən ibarətdir. İnternetin əsas protokolu budur. İnternetin əsas protokolu HTTP var idi, odur. Hipermetrlərin ötürülmə protokolu. MAC-da 6 baytdır, yazmışam bala. Diqqətin məndədir. Ay bala, MAC ünvan 10-luq say sisteminin, yoxsa 16-lıq say sistemi. 16-lıq say sisteminin hərf və rəqəmlər. Aralarında tire var, 6 hissədən ibarətdir. IP14 var. Ay sağ ol, IP14. 32 bitdi. Adobe Illustration. Ay bala. Genişlənməsi nədir Adobe Illustration? Paint'in genişlənməsi. Adobe Photoshop. Bir dənə burada bir sualımız qaldı o məsələ. O məsələ məndə işləmək istəmirəm. Amma neyinə işləyim də sizin üçün. Həki. Yaza bilməyən var. Yazmışsınız, girib çıxmışsınız. Cavab nədir burada? 13'dür. Neysə. Bunu hamıya açıq paylaşmaq istəyirdim. Yazacaqlar ki, bir dənə bir məsələ vardı, onu da işləmədiniz. Neysə, mənim uşaqlarım işləyib, ona görə işləmirəm.